Almanın tek zəifi odur ki, səni kimi Ha? milləti pox. Almanın tek zəifi odur ki, səni kimi insanların Almaniyada vətəndaş olaraq saxlayır. Və ikincisi də ki, normal insan, səviyyəli insan olsaydı, oranı çox bəyənərdin. Çünki oradan olan səviyyəli insanlar çox, bilik yox, savad yox. Ona görə də sənə orada çətin gəlir. Sənə bilirsən nə lazımdır, açıq-saçıq gəzəsən sənin işlərdə elə baxsınlar, ürəkləri getsin. Yəni həqiqətən biraz da olsa hörmətin qalmışdı ki, Gegrimizi Bakı uşağıdır. Amma valla heç bir Bakılı öncə belə səviyyədə özünü aparmaz. Məncə Bakılılar mənə bu barədə dəstəkləyir. Size helem gelir de bunlardan. Kur'an hakkı. Allah hakkı. Tek şunu burada olmasın. Şehirden olup giderdi. Ülkesi geçirdi. Milleti pox. Değerli məqam, Almaniyada oturup Almanın mıxının altından çıxıb 5 dənə pırt-tapırt doğub amma Alman xalqını təhqir edir. Alman xalqını təhqir edir çünki niyə? Götünü başını açıb, döşünü başını qoyanda heç bir Alman gözünün ucundan da baxmır. Bunlara lazımdır, elə bu xanım düz deyir, çox sağ olsun. Lazımdır ki, bunlara yanıq kişilər lazımdır, yanıq kişilər olan yer, Bakı kimi. Pakistan, bu millətlər də çoxdur. Üstəlik yanıqlar gəlir, hamı Bakıya gələn bazlığa gəlir. Sən Alman millətini pisləyirsən, təhqir eləyirsən və Almanın altında durub 5 dənə uşağı pırt-tapırt niyə çıxartırsın? Yadınızda da bu qız mənim yadımdan çıxmayıb ha. Uzun illər bundan qabaq bu qız mənim də videomu paylaşıb, ya məndən də danışıb məni alçatmağa çalışmışdı. Öz məzhəbincə. Mənim yadımdan çıxmayıb bu. Deyələmədənə. Alman devlətinin ağlı olsa bunları bir gün saxlamaz, gedib orada İlham Əliyevin otellərində pul qazanardı bu. Pakistanlılarla, ərəblərlə. Saray kimi evdə oturub, yediği önündə yemədiyi arxasında 5 dənə uşağının hərəsinə aldığı pul elə 1500 euro, 3000 manatdan çox Almanya bunun təkcə uşaqlarına pul verir. 3000 manatdan çox qudurub. Ayıb olsun. Ayıb olsun, ayıb olsun.